Hamı da mənim paxıllığımı çəkir. Mən paxıllıq çəkir. Hə, o eləyir. Mən paxıllıq çəkiləsi qadınam. Xeyr əzizim. Paxıllıq deyəndə ki, yəni dünyada yeganə insan sən deyilsən ki, paxıllığın çəkilir. Bu dünyada hər kəsin paxıllığını çəkən bir nəfər də olsa var. Bir nəfər də olsa var. Bu günlərim mən misal üçün açıq profil işlədirəm. Əgər mənim 10 nəfər paxıllığımı çəkirsə, sənin 5 nəfər çəkir, sən tanınmırsan, sənə də 5 nəfər çəkir. O 5 nəfər də ya məktəbdədir, ya institutdadır, ya qonşudadır, ya qohumdadır. Gözəlim, paxıllıq tək sənə aid olan bir şeydir. Özümü bu, sənin paxıllığını çəkirlər deyə dünyanın ən bomba qızı hiss eləmədə. Yəni, hamımızın paxıllığını çəkən var. İnsan öyünəndə xasiyyəti ilə mən əvvəllər misal üçün belə bu qədər baxımlı deyildim də. Əvvəl misal üçün buna nisbətən bir 10 il bundan qabaq buna nisbətən daha baxımsız və daha çirkin idim. Onda bugün mən durum hansısa bir baxımlı qıza və yaxud da hansısa bir proseduru eləməmiş, pulu olub pulu olmayan, özündən isə eləyə bilməyən, baxa bilməyən qıza durum ağız burun əyim, lağ eləyim. Əslində keçmişi unutmaq budur, bax. Mən durum deyim, o ay filan kəs nə gündədir. Mənim haqqım yoxdur iki məsələ söz deməyə. Çünki mən də özümü gözəlləşdirmişəm. Gözəl. Vüsalə xanım, siz məni gözəl görməyə bilərsiniz. Siz necədir? Bugün əgər mən özümü gözəl hiss edirəmsə, bu mənə aid olan bir şeydir. Əcəb edirəm. Mən durub kimdənsə icazə almamalıyam ki, mən özüm hiss elədiyim mənə aid olan bir şeydir.